Sevən insan aldadarmı? Bu sualı mən tez-tez eşidirəm. Həm səhifədə, həm qəbula gələn pasientlərimdə. Bir mənalı şəkildə demək istəyirəm ki, sevən insan aldatmaz. Lakin burada məsələnin alt tərəfinə yensək, dərinliyinə yensək, sevgi anlayışının çox geniş bir anlayış olduğunu görürük. Hər kəsə görə sevginin mənasını, sevmə şəklinin çox fərqli olduğunu anlayırıq. Zaman-zaman insanlarla işlədikdə. Çünki sevgi dediyin şey, həqiqi sevgi saf və təmizdir. Amma günümüzün sevgi deyilən, tutaq ki, münasibətlərinə baxsaq, burada artıq kirlənmiş münasibətlər biz görürük. Biraz kirlənmiş münasibətlər görürük. Çünki sevdiyini deyən, sevdiyini qışqıran bəzi insanlar çox rahat şəkildə sevdiyi insanı da aldadır və buna müxtəlif bəhanələr də gətirirlər və sonra öz sevdiyim dediyi insanlarla da həyatlarını davam elətdirə bilirlər. Sadəcə bunu niyə görə dedim? Bəlkə də biz sevgini düzgün qavramamışıq. Sevginin nə olduğunu düzgün başa düşmürük. Sevginin təmizliyini, paklığını anlamırıq, dərk etmirik. Onun mənasını, böyüklüyünü bəlkə də hələ biz insanlar dərk etmirik ki, sevgi dediyimiz şey nə olan şeydir.